Salam izləyicilər. Deməli, mən bugün sizə tiklər mövzusu haqqında danışmaq istəyirəm uşaqlarda. Mən bura öz yanaşmalarımı da artırmaq istəyirəm. Ümumiyyətlə, uşaqlarda tiklərin yaranmasının səbəbləri içərisində aqressivlikdir, qorxaqlıqdır. Bunlar qeyd edilir. Niyə aqressivlik tiklərə səbəb olur? Çünki aqressivlik ümumiyyətlə normal bir halda aqressiyamızı bildirmək. Amma bu aqressiya bastırılır. Nə zaman bastırılır? Ailədə uşaqların döyülməsi, zorakılıq və bu hallar baş verəndə artıq uşaq o aqressiyanı çıxartmaqda çətinlik çəkir. Və nəticədə də uşaq o aqressiyasının içərisində boğur və o tiklər formasında, bədən onun tiklər formasında üzə çıxardır. Bax, bu zərərlidir. Ümumiyyətlə, valideyn baxmalıdır ki, uşaqda hiperaktivlik varmı? Yəni, o hərəkətlidirmi? Həddən artıq aşırı hərəkətli uşaqlara zorakılıq göstərmək, yəni onları döymək filan olmaz. Yəni, onların döyülməsi, onlarda bu cür zərərli vərdişlərin yaranmasına səbəb olur. Yəni, onlarda aqressiyanın boğulmasına səbəb olur ki, daha belə açıq aydın formasında deyək. Və bu aqressiyanın boğulması da gətirib çıxardır nəyə? Tiklərə və həmçinin başqa zərərli vərdişlərə. Əsasən o valideynlər uşaqlara zorakılığı nə zaman göstərirlər? Uşaqlar dərslərini oxumayanda və yaxud həddən artıq hərəkətli olanda. Belə deyim də, dərsləri oxumayanda uşaqlara daha asan bir formada o dərsi oxutmaq olar. Necə? Bilirik ki, uşaqların əsas, yəni məşğuliyyət, əsas ən sevdiyi şey oyundur. Oyunlar formasında, yəni hər bir mövzunun, hər bir fənnin maraqlı yeri var. O maraqlı yerindən istifadə edərək oyunlar və hədiyyələr formasında uşağa daha sevdirmək olar o mövzunu. Yəni, uşaq o mövzunu sevsə, sevdiyi mövzunu daha yaxşı bir formada mənimsəyə bilər. Bəs ümumiyyətlə, məktəb vaxtında və bağça yaşı dövründə deyək ki, uşaqlar bu mövzunu öyrəndilər. Yəni, öyrəndilər və o hiperaktivlikləri keçdi. Bəs bağça yaşından qabaqki dövrdə, yəni körpəlik, uşaqlıq dövrlərində necə olacaq bu proses? Siz uşağınızla özünüz oyunlar oynamalısınız. Məsələn, uşaq özü durub oyuncaqlarla oynamalı deyil. Uşaq bir var özü oynasın orada özü ilə. Özü oynayanda daha sərbəst olur. Hər şeyi, oyuncağı fırladır o tərəfə, nə bilim, dağıdır paltarlarını filan. Amma siz uşaqla müəyyən intellektual özünüz oyunlar oynasanız, xüsusən də. Çünki hiperaktiv uşaqlar, bir məsələ də burada özüm artırım ki, hiperaktiv uşaqlar hərəkətli olduqlarına görə onlarla hərəkətli oyunlar oynamaq ekstra onların hərəkətliliyini elə bil ki, siz artırırsınız. Yəni, onlarla intellektual, sakit, oturaq oyunlar oynanmalıdır ki, xüsusən də yəni, maraqlı oturaq oyunlara, onların marağını çəksin. Tutaq ki, orada puzzle olsun və puzzle-ın şəkli maraqlı olsun, hansı cizgi filmindən olsun, ya özünüz seçin də o uşaqların maraqlarına uyğun olaraq bunu seçə bilərsiniz. Bu, həmin uşağın inanın ki, o diqqətini cəlb edəcək o saat və yavaş-yavaş siz o uşaqla bu sakit oyunları oynaya-oynaya görəcəksiniz ki, öyrəşir uşaq artıq. Yəni, hiperaktivliyi yavaş-yavaş tam getməsə də bir şey tam yoxa çıxmır. Amma azalmağa başlayacaq. Deməli, buradan nə nəticəyə biz gəlirik? Uşaqlara faydalı məşğuliyyətlər verməlisiniz. Yəni, uşaqları evdə zərərli məşğuliyyətlərlə başlarına qatmasına imkan verməməlisiniz. Xüsusən də uşaqlıq dövrlərindən buna özünüz nəzarət etməlisiniz. Çünki beyin belə bir orqandır ki, davamlı həzz almaq istəyir nələrdənsə. Və siz də uşağa çalışmalısınız ki, elə bir şeylərə yönəldəsiniz ki, faydalı şeylərdən həzz alınsın bu beyin, zərərli vərdişlərə yönəlməsin. Bunu, yəni, əsasən göz önündə tutmalısınız. Yəni, mənim dediklərim bu qədər. Qısa şəkildə ifadə etməyə çalışdım. Bəyənib kanalı abunə olmağı unutmayın. Sağ olun, sevgi ilə qalın.